Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişinin növbəti buraxılışında hər birinizi salamlayıram. Bugün də çox maraqlı verilişimiz olacaq. Bax, noyabrdır, noyabrın 5-idir. Noyabrı təhlil eləyəcəyik. Noyabrda hər bir rəqəmin üzərinə düşən vəzifələrdən, öhdəliklərdən, istiqamətlərdən danışacağıq. Qonağımız da Kəmala Mürsəlovadır, gözəl dostumuz, təmiz insan, numeroloq. Bizim suallara cavab verəcək. Siz də sualınız olarsa yazın, yerindəcə cavablayaq. Xoş gördük. Xoş gördük Səbun müəllim. Kəmal ağam, ilk öncə həmişə istəyirəm o özümü narahat edən fərdi suallardan başlayayım. Bax, gəlmişəm çəkilişə, sərsər buludduq. Sonra isti oldu, gün qəfildən yay günəşi kimi çıxdı, adam istilənir. Sonra təzədən külək əsdi. Bu iqlim dəyişikliyi təbii ki, bu payız xəstəliklərinə, payız ritminin pozulmasına, bizim bioritmimizin pozulmasına səbəb olur. Bu numerologiyada, öyrəndiyiniz ümumiyyətlə bilgilərdə bunu əsaslandıran amillər varmı? Əlbəttə ki, ümumiyyətlə yada düzəltsə mən demişəm ki, numeroloq olmaq üçün təkcə numerologiyanı hesablamanı bilmək yox, həm də karma qanunları, orada bəşər qanunları, ümumiyyətlə bilincaltı, yəni şuuraltı deyək, şuuraltıda nələr var, nələr yox, bu işləri də bilmək lazımdır. Ümumiyyətlə bu payızdan danışanda, payız bax ilin ən dəyişkən, yəni o keçid olan devri bir payızdır, bir də yazdır. Bu əgər biz şuur altında bunu kollektiv bilinclə götürsək, yəni kollektivin şuuruna bu necə təsir edib dünya yaranandan, yəni hətta o mağara insanlarına gedib çıxanda, həmən o keçid dövrlərində onlar nə edirdi? Stresə düşürdü. Özlərinə yer axtarırdılar. Daha hansı yaxşı bir yer tapım, qorunmaq üçün yağışdan, qardan, soyuqdan. Həmən o kollektiv bilinç bugünkü gündə bizdə sürür, gedir bu. Payız xüsusən də, çünki payızın sonu soyuq, lap soyuğa gedir. Yazda yenə bilirsən ki, bir həftə, 2 həftə gələcək, sonra isti düşür. İndi ona da toxunacam indi. Deməli, o payızda istər-istəməz, baxın, nə baş verir? Bu dünyada demək olar ki, hər kəs də olmasa, çoxsu nostalji, bir də depressiya düşmə halları olur. Yəni istər-istəməz 3 gündə olsa, 5 gündə olsa, 1 gündə olsa depressiya düşənlər olur. Nostalji hisslər baş qaldırır, keçmişi daha çox düşünür. Və bu zaman nə olur? Bizim karma qanunlarına görə keçmişdə taxılıb qalan insanlar payızda daha çox xəstələnir. Həmən onun xroniki xəstəlikləri baş qaldırır. Amma yazda daha çox, məsəl üçün, yazda da olur xəstəliklər. Bəzi insanlarda bu xəstəliklər baş qaldırır. Düzdür, payızda yazla müqayisədə siz dediyiniz kimi daha çox xroniki xəstəliklər baş qaldırır və ölümlər, yəni bunu görmüşük artıq, yaşaya-yaşaya gəlirik ki, qəflət ölümlər olur, ən çox ürək-damar xəstəliklərindən. Düzdür, indi yaşlı adamdan başqa, ümumiyyətlə heç yaşlı olmayan, bir də görürsən ki, keçmişə taxılı qalan, yəni mən ölümdən danışmıram, xəstəliklərin artmasından gedir söhbət. Xroniki xəstəliklər baş qaldırır, başlayır onu müalicə etməyə, ya bir çox şeylər. Yazda isə bir insanın gələcəklə problemi varsa, bu da karma qanunlarıdır, yəni gələcəyə daha çox fikirləşir. Ayman nə edəcəm, görəsən nə olacaq, qorxu, vəsvəsə, əndişə, bütün bu şeylər onun beynindən, fikrindən daha çox gəlib keçirsə, yazda onun nə artır? Xroniki xəstəliklər artır. Çox maraqlı yanaşmadır. Təxminən düşünürəm düz deyirsən. Bəli, əlbəttə ki, mən bunu... Payız keçmişə aparır, yəni soyuq keçmişə aparır, istidə gələcək. Əslində ikisində də demək olar ki, eyni günəş batır, çıxır, yazda yağış yağır, ondan sonra... Hətta payızda günəş yerə daha yaxın olur əslində, amma yəni ikisi də keçid devridir. İkisi də keçid devridir. Düzdür, siz demiş, o gələcəyə aparır, yəni daha aydınlığa aparır. Sən əgər düşünürsənsə ki, gələcəkdən qorxursansa, mən nə edəcəm, necə olacaq, görürsən bunu edə biləcəmmi, yəni. Onda əlbəttə ki, səndə bir dəfə, 2 dəfə, 3 dəfə artıq o xroniki xəstəliklər istər-istəməz insanın üstündədir də, onun aurasındadır, gəlir tapır onu və bu güclənir. Buna biz çox da fikir vermirik, çox da belə
ona diqqətimiz yəni o dərəcədə. Amma indi məsəl üçün insanlar bunu bilərsə, artıq həmən məsələn yazda biz niyə məsəl üçün o qədər müdrik xalqıq ki, yaz aylarında həmişə nə olur? Bizdə bayram, ondan sonra Novruz bayramı o vaxtı Əkin biçin. çilə çıxartmaq bu Bəli, bəli. fevral ayından keçmişdə nənəm danışardı həmişə ki, çilə çıxardırdıq, deyirdik, gülürdük. O bütün gecəni yatmırdıq. Təbiət də oyanır, adama enerji verir. Hə, o da yəni bu təbiət oyananda insana hətta yuxu da basır, yəni yazda. Amma yəni bunlar demək, gülmək, yemək, içmək, əldə, ayaqda nə var hamısını yığım, toplayım, oturum, sevinim. Bax, yazda əgər insan sevinərsə, bir o özünü sevindirici bir işlərlə məşğul olarsa, onda nə olur? Hər şey gözəl gəlir qabaqdan. Bu deməli karma qanunlarıdır. Payızda, yəni orada düzdür, payız daha siz demiş üzü küləyə, üzü qışa, üzü soyuğa gedirik. O yüzden orada biraz da ehtiyatlı olmaq lazımdır ki, keçmişə taxılıb qalmaq lazım deyil. Keçmişi çox düşünüm. Ay Allah, mən bunu niyə etdim? Kaş ki etməzdim. Və yaxud küsmüşəm, barışmaram qətiyyən, heç kimi bağışlamaram. Yəni o qatı fikirdə olan insanları o qatı xəstəlikləri, xroniki xəstəliklər daha da belə gəlib necə deyirlər, o bizdə el arasında deyirlər, belindən vurur. Bax bu budur. Bu qədim zərdüştlükdə bu hər fəsil dəyişəndə, hər o ay gələndə belə deyək, mərasimlər olurdu. Bu mərasimləri mən bir araşdıran adam kimi, məsələn payızda sentyabrın 22-si başlayır təxminən. Yaz gecə ilə gündüz tam bərabər olur. Bir də martda, Novruz gələndə. Amma biri istiyə doğru gedir, bir soyuğa. Deyir, orada məsələn bundan sonra deyir qaranlıq artacaq. Nə tədbir? Həm psixoloji, həm də bu tədbirvari tövsiyələr verirlər. Qışda məsələn dekabrın 22-si ən uzun gecədir. Bu şərin lap kulminasiya. Həmin vaxt nə etmək lazımdır? Tez-tez su için, dua edin. Və əmin olun ki, bundan sonra hər gün 1 dəqiqə, 2 dəqiqə qaranlıq azalacaq. Amma bir sual vermək istəyirəm. Adətən payız fəsli toylar fəsli deyirlər. Biz uşaqlıqda gördük. Elə hamı toy deyirdi, payızda evləndir uşağı, payızda, hələ fevraldır, tutaq ki, martda payızda evləndir. Elçilik, nişan, başqa şeylər, başqa vaxtlarda da olurdu. Payızda köçən qızlar, baharda ana olar kimi belə deyimlər də var. Bunun bir əhəmiyyəti varmı numerologiyada, yaxud da öyrəndiyiniz digər bilgilərdə? Payızın evlilik məqamı, anı maraqlıdırmı, yoxsa? Oradan bir şey ola bilər ki, maraqlı ola bilər ki, bax məsələn yazda doğulan uşaqlar var, yaz aylarında, payız aylarında doğulan uşaqlar var, qışda doğulan uşaqlar və yayda doğulan. Bunların hamısını bir vaxt havaqsa toxunarıq buna da. Onların da öz əhəmiyyəti var. Onların da bir mənası var. Mənası, bəli, o fəsillərdən. Fəsillər bir-birinə fərqlənir. Payız fəslində anadan olan uşaqlar daha gizəmli, daha gizəm deyəndə özünüz bilirsiniz də, daha elə bir ki o yəni hər şeyi hiss edən, daha nəbzi tutan, biraz daha sanki depressiya həvəsli, depressiya düşməyə. O da yenə amma individualdır, insanından asılıdır, rəqəmlərindən asılıdır o depressiya məsələsi. Amma indi payız həm də belə baxanda təkcə havanın soyumağı depressiya deyil, payız həm də bolluqdur. Bolluq, bəli, hər bir cəhətdən bolluqdur. Payız meyvə tərəvəzi daha vitaminlidir deyirlər. Adicə çıxırsan dükana, bazara, hər şey meyvələri rəngarəng görüb adamın ürəyi belə bilirsən şükürlər eləyirsən, deyirsən şükür sənə ya Rəbbim. Həm də xarab olmur. Yayda məsələn tez xarab olur. İndi məsələn alma, armud, nar, heyva ən gözəl. Yəni bu bəli, bolluq bu o payıza məxsus olan bir şeydir. Və bu bolluq vaxtı da o toyların düşməsi bu vaxtda elə belə təsadüfi deyil. Yəni mən düşünürəm ki, o həm də bolluqla əlaqəlidir. Çünki insan bax o deyir, yayda çəkməzsən cəfa, qışda görməzsən səfa. O elə bir şeydir ki, məsəl üçün yayda işləyirlər, ən çox keçmişdə insanlar məsələn kənddə, yəni bu şəhər həyatı yox idi da hələ. Bütün bu şeylər də o vaxtdan yaranıb, o karma qanunlarına getsə əgər insanlar əziyyət çəkirdi, işləyirdi. Payızda artıq gəlirdi, elə bir ki, artıq o məhsulu yığırdı. Hə, indi toy eləmək olar. O vaxtdan qalıb qış tədarükü, mürəbbədir, turşudur, quru meyvə qurusu və s. yaza doğru
qışda yemək üçün, saxlamaq üçün. Bir şey deyim, indi deyirsiniz belə, sizə o fərdi müraciətdə kömək edə bilirsinizmi? Məsələn, toyun vaxtını, tutaq ki, ailə danışmanlığı da edirsiniz də, tutaq ki, Bəli. oğlan da qız da onların rəqəmlərini hesablayıb, numeroloji analiz eləyəndən sonra, tutaq ki, deyirsiniz, onlar planlaşdırıb avqustda, siz deyirsiniz ki, məsələn, sentyabr daha yaxşıdır. Mən istəyərdim, məndən çox soruşurlar. Ən çox gənclərimiz, tələbə olanlar o gün də soruşurdular ki, bəs onu astrolojini bildik, numeroloji da olur, deyirəm, əlbəttə olur. Yəqin ki, olur. Əlbəttə var. Yəni orada biz ən çox deməli ilin enerjisinə baxırıq. Əgər bir qızın və yaxud da ki, bir oğlan evlənmək istəyirlər, ilin enerjisi 9-dursa, məsləhət görmürük. Deyirik, heç olmasa gözlə, nə qalıb ki, artıq elə bil ki, sentyabrdan biz o biri enerjiyə keçirik. Yəni, o tam keçməsək də, məsəl üçün, artıq sentyabr, oktyabr ayında birin enerjisi həmin adama gəlir. Çünki 9-dan sonra bir gəlir axı. Həmən heç olmasa deyirəm ki, gözləyin, ya gözləyə bilmirlərsə, heç olmasa onda baxıram ayın enerjisinə. Yəni heç olmasa ayın enerjisi 1 olsun, 3 olsun, 8 olsun. Yəni bax belə-belə valideynlər müdaxilə edir də, bunlar deyir bizlik deyil. Məsələn, o 9-un enerjisində illaha evlənməlidirlərsə, onda da heç olmasa ayın enerjisinə baxırıq. O da olmasa günün enerjisinə baxırıq. Əslində günün enerjisi də hesablanır. Yəni bu adam professional bir dəstək almaq istəyirsə, onların hamısını hesablayır. Uğurlu toy gününü təyin edə bilərsiniz. Uğurlu əlbəttə ki, onun toyu nə vaxt deyim, hansı gün eləyir? Bəli. Bax, gənclərimiz bunu yadında salır. Bir şey də deyim, bax, indi noyabrı təhlil eləyək də rəqəmlər üzrə, amma ondan qabaq bir söz demək istəyirəm. Mən də bu həyata atıldığım dövrdən həmişə əlimə daha yaxşı pul, belə deyək, heç bəzən gözlənilmədən, bir var maaş, bir də var gözlənilmədən. Həmişə may və oktyabrda olub. Hələ də belə davam eləyir də, demirəm milyoncu, amma yenə də özümüzə uyğun görsən, bilirəm ki, maddi sıxıntı mənazı olmayacaq. Bu nə iləsə əlaqəlidir, yoxsa yox? Bu əslində sizin rəqəmlərinizə baxıb, onun məsələn, may 3-dür də, 3-cü aydır. Çünki üzr istəyirəm, hər 2 ayda 2 bürc var. Deyəm ki, tutaq, may ayının boğa bürcü dövrü deyil. Bəzən mayın boğa bürcündə də olur, Biz heç də bürclərə baxmırıq. Biz heç, çünki numerologiyada ayrıca bizim məsəl üçün planetlərimiz var. Məsələn, 1 günəş planetinin təsiri altındadır, 2 aydır. Ondan sonra, yəni 1 var da, 6 məsələn Veneradır. Orada o üçün, məsəl üçün, mən orada sizin tutaq ki, pin kodunuzda, çakralarınızda 3 nə vəziyyətdədir və yaxud da ki, anakul var, yankul var da 3 nə vəziyyətdədir. 3 əgər sizi, yəni orada dəstəkləyən, gözəl bir mövqedədirsə, deməli doğrudan da sonra 3 nə deməkdir? O deyir sizə pul gəldi əlimə. 3 pul işarəsi olmasa da 3 iş gücdür. Məsələn, bacarıqdır, qəbiliyyətdir. Yəni o 3 enerjisinə düşəndə mütləq, yəni görünürsən. Görünmək. O da pul da adamın əlinə çatanda insan istər-istəməz sevinir, görünür, parlayır, qabağa gedir. Yəni budur. İndi getdi o tərəfdən, bir də oktyabr ayı dediniz. Oktyabr ayı da təbiidir ki, 1 rəqəmidir. 1 rəqəmi də deyir ki, həmişə ya irəli get, addım at. Yəni bir addım atdın, lap belə yarım addım atdın, sənə mütləq oradan uğur gəlməlidir. Yəni bu belə bir də ki, o yenə deyirəm, individualdır. Təbii ki. Tək sizin məsəl üçün may, oktyabr ola bilər. Başqası üçün o may, oktyabr olmaya bilər. Yox, ənənəvi bir qayda olaraq demirəm, ayrı aylarda. Biz adətən bilirsiniz nə edirik Səboy müəllim? Məsələn, bir dəfə olur bu. Tutaq ki, may ayında bu il mənə oktyabr ayında pul gəldi. Öz-özümə deyirəm, mənə həmişə, deyəsən mənə elə may, oktyabr ayında. İkisi də yadına düşür. İkinci dəfə də olanda deyir, mənə həmişə may və oktyabr ayında pul gəlir. Koddadır. Artıq həmişə ona gələcək. O may ayında kod. Və yaxud da ki, pis şeyləri belə kodlaya bilirlər. Allah, mənim heç vaxt işim düz gəlmir. İyun ayı alınmır da məndə. Hələ başlamayıb, alınmır da məndə belə deyil. Bir də bəzi gənclərimiz də soruşur. Söz vermişəm ki, sizdən soruşum. Deyir, bax, sizin hansısa verilişdə, indi çox verilişimiz gedir. Məncə ondan çox gedir. Deyir ki, məsələn, Kamala xanım deyir ki, bu ərəfədə məsələn, bax ki, indi noyabr ayıdır. Noyabrda bu işi yox, bu işi görmək lazım. Biz səhvən tutaq ki, mən iş tapmalıyam, amma gedib evlə məşğul oluram. Sən demə, bu ayda mən işimlə məşğul olmalıyam. Çünki evlə məşğul olub,
vaxtım gedir, alınmır. Və deyir bizə o kömək eləyə bilər. Məsələn, deyir müraciət edək bizə tutaq ki 2026-cı ilin kodumuzu verək, nə lazım deyək. Bizə yanvarda mən əsas hansı işimin dalınca düşür. Maraqlı sual. Elə aylar var ola bilər bu müalicə ilə məşğul olsun. Tutaq ki səhhətində problem var. Əlbəttə. Yəni o şeylərdə kömək eləmək olarmı? Biraz da izahlı deyin ki, indi mən tam sizin kimi deyə bilmirəm də. Yox, mən onsuz da izah eləyəndə kökdən izah eləməyə xoşlayıram. Bax, məsəl üçün, mən bu noyabrdan danışmaq üçün, tutaq ki, noyabr ayında nə var, nə yox, nədir? Bunu mən ümumidən başqa, ümumi də deyəcəm. Amma hər bir insanın noyabr ayında, məsəl üçün, onun ayının enerjisi, həmən noyabr ayı o hansı enerjidədir? Biz onu hesablayıb əgər baxarıqsa ki, məsələn, biri başqa bir iş görməlidir, başqası bir başqa bir iş görməlidir. Bəs mən də ondan danışıram ki, noyabr ayların enerjisi, necə ki biz illərin enerjisini hesabladıq ki, o artıq bilirlər, tamaşaçılar, izləyicilər ki, məsələn, ilimizin enerjisini necə hesablayırdıq? Doğum günü, doğum ayı, bir də üstünə gəlirdik bütün bu, yəni dünyanın enerjisinin, yəni 9 idi, onu biz öyrətmişdik ki, bax belə hesablayın. İndi isə məsələn bir ayın enerjisini necə hesablamaq lazımdır, onu öyrədəcəm. Ondan əvvəl onu deyim ki, siz 2026 dediniz. 2026 bir enerjisi olacaq. Artıq bunu bilirlər. 9-dan sonra bir gələcək. Gözəl olacaq. Gözəl olacaq. Baxır kimə də. Yəni onu mən üzr istəyirəm. Bax siz dediniz, onlar niyə mən o sual verdiniz? Siz dediniz ki, numeroloji analiz, xəritə bircə dəfə hazırlanır. Bəli. Məsələn, siz xəritəsini hazırlamısınız bir nə bilim Aynur xanımın. O hər il istəyəcək ki, sizdən, məsələn 2026 dedim, 2027-də yetişəndə deyəcək ki, Kamala xanım, mən də bu ay deyin. Ola bilər. O proqnozdur da, yəni istiqamətli proqnoz. Yəni əziz izləyicilər, yəqin ki, anladınız nə demək istədim. Nömrədə gedir, zəng eləyib, bax o əsas odur. Bax elə adam var deyir, mən məsələn ev almaq istəyirəm, bilmirəm nə vaxt. Mən nə vaxt alınır? Çünki 4 aydır, 5 aydır cəhd eləyir, almır. Deməli hələ vaxtı deyir. Bunu dedim ki, Kamala xanım buradadır. Uşaq planlamaq istəyənlər var, o aylar var orada. Məsəl üçün, bəli, belə bir bu yaxında müraciət edib bir xanım mənə ki, məsələn 2026 və 2027 ikisi birdən ki, hansı ayda mən nə etsəm daha yaxşı olar. Ən yaxşı odur. Bəli, onun məsəl üçün bir məsələn pula görə nəsə bir işi var ki, iş görsəsidir, bir də uşaq dünyaya gətirmək üçün. Bunlar da hamısı yəni hesablanır. Mən demirəm öngörü edirik, bu öngörü deyil. Yəni istiqamət verirəm ki, çünki mən demirəm ki, orada məsəl üçün səndə tutaq ki, aprel ayında filan şey olacaq. Deyirəm ki, bax məsəl üçün aprel ayı səndə 7 enerjisidir məsələn. Çalış, inkişaf elə, təkamül elə, dualar elə, bax bunu elə, onu elə. Bax budur. Burada yəni o insanı ancaq və ancaq doğru yola aparan bir şeylərdir. Və yaxud 4 enerjisində də deyirəm sağlığa bax ha. Məsəl üçün adicə bir soyuq dəymədən sənə aslajan, yəni necə deyim, soyuq dəymə, virus və s. Bəli, oradan sən yəni daha çox güclü yəni xəstələnə bilərsən ondan ki, yəni fikir verməlisən və yaxud da idmanla məşğul ol. Tutaq ki, elə rəqəmlər var ki, onlar artıq deməlisən. Amma öncə ondan başlayayım ki, 2026-da bir enerjisində olacaq. Yəni hər şey yenilənəcək, hər şey sıfırlanacaq. Sıfırlanma artıq burada, yəni bu 9-da baş verməlidir ki, o ən gözəl şəkildə biz sıfırlamalıyıq ki, artıq birin enerjisinə necə keçək, təmiz keçək, gözəl keçək. Xüsusi buraxılışımız olacaq gələn ilin rəqəmi ilə bağlı, nədir gələn ilə bağlı, ilin axırının dekabra. Ümumi danışıram mən hələ ki, o 2026-nın o bir enerjisinə keçmək istəyənlər, yəni uğurla keçmək istəyənlər, bu axırıncı 3 ay var ha. Oktyabr, noyabr, dekabr. Bu 3 ay. Baxın, oktyabr 1, noyabr 2, 2-də də noyabr. Dekabrda 3. 1, 2, 3 nə idi bizdə təkamüldə? Bünövrə idi. O bünövrəni nə edəcəyik? Biz onu tamamlamalıyıq ki, burada o bünövrəni, həmən təkamülü nə etmişik? Bu 9 enerjisində nələr eləmişik? Hədiyyə alan alıb, cəza alan alıb. Çünki 9 elə bir rəqəmdir ki,
orada əgər sən 9-un enerjisindəsənsə, ya hədiyyəni alacaqsan, əgər pozitiv yaşamısansa, ya da ki, oradan bir cəza deməyəm də, bədəl ödəmək, yəni bəli, neqativdə olmusansa, tamamlayıb bu 3 ayı normal tamamlayıb, yəni gözəl şəkildə tamamlayıb o tərəfdən birə keçəriksə, onda nə olar? Əlbəttə ki, o biri artıq gözəl yaşamağa başlayarıq. Yəni onun neqativində yox, pozitivində olaraq. Bu mənim ümumi bir yəni təbii ki, ümumi yanaşmadır. Bəli. Amma bir sual da verim, sonra noyabrın təhlilinə keçək. Tamaşaçılar yəqin daha çox oyun gözləyir. Xaricə getmək, yaşayış yerini dəyişməyə də yardımçılıq edirsinizmi? Əlbəttə. Kimsə indidən, tutaq ki, noyabr ayında deyir, mən tutaq ki, aprel ayında, may ayında istəyirəm köçəm. Ölkəni dəyişəm, ya da başqa rayona köçəm, Bakının başqa yerinə köçəm, o köç ərəfəsi də göstərilirmi? Yenə deyirəm, gün enerjisi də var. Hətta bir adam indi bu ayın içindədir. O ayın içində indi 2 dənə, 3 dənə gün enerjisi var da. Bir günün məsələn polun enerjisi, o köç siz dediyiniz kimi enerji, sağlıq enerjisi, cürbəcür enerjilər var da o şeyə görə, rəqəmlərə görə. Onun mən heç olmasa, onun ili düz gəlməsə də o ayın içində məcburdur bu adam da, onsuz da köçür. Mən onu hesablayıb 5 enerjisinə salıram ki, həmən o 5 enerjisi möhtəşəm bir enerjidir. Yəni dəyişiklik, dönüşük, köçmək. Yəni o zaman heç olmasa o günün enerjisindən çox köməkdir. Əslində insanlara çox kömək. İndi keçək. Burada rəqəmlər necə hesablanır? 1-dən 9-a qədər noyabr ayında nələr etməliyik? Hansı öhdəliklərimiz var? Onu deməyə dəyərli izləyicilər. Siz də baxın, bəyənin, rəylərinizi artırın. Getdikcə maşallah izləyicilər artır. Ziyalı təbəqə xüsusən izləyir. İstəyərdim siz də yazasınız fikirlərinizi və diqqətlə qulaq asın. Görək noyabr ayında o necə deyirlər, başımıza nə gəlir, nələr gözlənilir, hansı məqama, hansı məkana ayaq basırıq. Buyurun. Ümumiyyətlə birinci onu deyim ki, noyabr ayı özü 2 rəqəmidir. Yəni 11-ci ay 1 üstə gəl 1 2 edir. Bəli. 2 rəqəmidir. Hətta biz burada əgər evrensel, yəni bu şeylə 9 enerjisi ilə də hesablayanda ilin enerjisi 9-dur. Yəni 9-un üstünə 2 gəlir, yəni 11 o da 2 edir. Ona görə elə mən qısaca deyirəm ki, 2 rəqəmi. 2 rəqəmi olduğu üçün, yəni heç olmasa bu 2 haqqında, noyabrın nə olduğu haqqında biraz təəssüratları olsun. 2 ümumiyyətlə numerologiyada kommunikasiyadır. Yəni bu insanlarla danışmaq, insanlarla münasibət qurmaq. Burada dəxli yoxdur. Qadın-kişi münasibəti də ola bilər, ana-bala münasibəti də ola bilər. İşgüzar da ola bilər. İşgüzar münasibətlər ola bilər. Bəli, sonra diplomatiya. Yəni bu rəqəmin mən bir dəfə demişdim ki, rəqəmlərin mənası dəyişmir. Yəni onun mənası diplomatiya, ara düzəltmək, ara buluşduran, yəni əslində çox, yəni sən deyə bilən bir enerjidir 2. Yəni bu insan həmən o 2 enerjisində özündən çox, yəni sevdiklərini, yaxınlarını, onları fikirləşir, onlar üçün bir şeylər eləməyə çalışır. Ümumiyyətlə 2 enerjisi budur. Bir də ana-bala, ən çox da ana ilə övladın arasında olan münasibət. Əgər məsəl üçün tutaq ki, ümumi deyirəm hələ bunu. Bir insanların arası pozuqdursa, qohumu küsülüdürlərsə və yaxud bir evin içərisində tutaq bir də görürsən də belə ər-arvad küsülü olur və yaxud da ki 2 bacı-qardaş küsülü olurlar. Mümkün dərəcədə ümumiyyətlə o enerji onları məcbur eləyəcək ki, barışsınlar, enerji təsir eləyir. Amma bilən adam bunu bilinçli şəkildə də həyata keçirdə bilər. Yəni çox gözəl alınacaq. Ondan qorxmasınlar ki, onu məsələn oradan inkar olunar, yəni o oradan imtina alar. Yəni bundan qorxulmasın. Heç kim məsəl üçün küsülüdürsə, yəni addım atıb barışmağa məsəl üçün noyabr ayında. Sonra yəni uzun müddətdir bir adama müraciət eləmək istəyir. Yəni düşünür ki, görəsən mən bu sözüm keçər keçməz. Keçər, yəni 2 enerjisidir. Sonra daha çox evində qonaqları, sevdiklərini, qohumları qəbul edib, yedirib, içirsə, o deyirlər, zastolye, yəni stolun üstü yemək, içməklə, masa ətrafında, bax beləncə insanlarla, o türklər demişkən, həşir, məşir, demək, gülmək, yemək, içmək, bu noyabr ayının əslində... Belə başlayıb kollektivçilikdir. Bəlkə də ona görə biz qələbə çaldıq noyabrda. Hamı bir yerə yığışdı, hamı o
Bir o olmaq. siyasətdədir. Gördünüz hamı bir yerdə vətən uğrunda getdi. Ona görə dərhal nəticəsi oldu və zəfər Bir çaldı. olmaqdan başqa hamı o deyir bir nəfər hamı üçün, hamı bir nəfər üçün. Bax həmin o enerji. İndi bu noyabrın bu olduğundan ümumiyyətlə noyabr ayında anadan olanlara dəymirəm, toxunmuram indi bu dəqiqə. Çünki bu ümumi bir şeydən danışacağıq ki, noyabr ayında kim hansı enerjide olacaq onu hesablaya bilsin. Heç olmasa oradan yəni verilişə baxanda desin ki, hə, bax mənim enerjim tutaq ki, noyabrda mən hansı enerjidəyəm. Burada rəqəmlər necə hesablanır? Yəni Burada ili də rəqəmlər nəzərə alınır yoxsa? Çox asan. Deyin o. Deməli biz necə ili hesablayırdıq? Burada da yenə doğulduğumuz gün, ay, üstünə də gəlirik ayı. Həmin bu noyabr ayını. Hə, ili gəlmir. Hə. İl qıraqda Məsələn, qalır. istəyirsiniz sizinkini hesablayaq. Mənə ehtiyac yoxdur. Ehtiyac yoxdur. Hə. Hə. Məsələn, bir adam tutaq ki, ayın 2-sində doğulub, məsəl üçün 5-ci ayda doğulub. 2 may, hə. Hə. Ayın 2-sində doğulan, deməli o da 5-ci ay, bu eləyir 7. Üstünə də gəlirik nə? 2 gəlirik, noyabrı gəlir. Bu da elədir 9. 9 deməli həmin adam 9-un enerjisindədir. Yəni onu bilməlidir ki, bu 9-un enerjisindədir. Yəni buradan biz 9, 1, yəni 1-dən 9-a qədər olan şeylərdir. Yəni enerjilərdir. Həmin o enerjilərə aid də biz məsləhətlər veririk ki, sən bu ayda, məsəl üçün bu ayda nə etsən, daha yaxşıdır sənin üçün. Bir rəqəm hesablayıb, bir rəqəmi noyabr ayı üçün. Bir rəqəmi, Demək olar mı? məsəl üçün, hə, hesabladıq. Bizim rəqəmimiz 1 çıxdı, o zaman biz nə edəcəyik? 1 çıxdısa, ümumiyyətlə bir enerjisi elə bir enerjidir ki, onlar həmişə addım atmağa təlaş eləyərlər. Atmazlar. Biraz tənbəllik olar onlarda, o addımı atmazlar. Mən onda onlara deyirəm ki, heç olmasa sən, bax, ilin enerjisi bir olanda bu böyük bir şansdır. Mən bunu demişəm. Çünki həmən il nəyə başlasan, çünki vaxtın da çoxdur da, 12 ay ərzində, hətta 12 demək, 9 deyək də, o 3 ay bu tərəfdən çıx. Yəni, çünki ilin axırına yaxın o enerji artıq dəyişir. Deyirəm ki, məsəl üçün, o müddət böyükdür də. Sən, məsələn, yanvarda eləmədin, fevralda eləyə bilərsən, fevralda eləmədin, o bir aylarda. Amma ay enerjisi cəmi cümlətanı bir ay çəkir. Yəni, ona görə bu ayda, məsələn, baxırsan ki, bəli, bu adam nə edə bilər? Bir enerjisində çoxdandan məsələn saxladığı bir addım atmaq istəyir, bir iş görmək istəyir, nəsə eləmək istəyir, elə. O baxmayaraq ki, sən 9 enerjisindəsən, ilin enerjisi 8-dəsən, nədəsən, amma ay enerjin 1-dədirsə, yəni sənin noyabr ayında, o zaman bir işə başla, bir iş et, bir işdən ötürü addım at. Çoxdan da CV vermək istəyirsən, get ver. Yəni düşünürsən ki, versəm görəsən. Zaman indidir, bəli. Zaman yəni alınacaq, yəni bir ki sənə dəstək olacaq. Mən demirəm %100, çünki %100 heç bir şey yoxdur. Yəni sən ona inanıb bir də bir rəqəmi biraz da Allaha yaxın və Allahın rəqəmi də deyirlər. İndi əstəğfurullah, Allahın rəqəmi hamısı Allahın rəqəmidir, amma bir yəni tək. Bir olduğuna görə. Tək, bəli. Vahid. Vahid olduğuna görə. Yəni CV vermək istəyirsən, get CV ver. Yəni bir iş açmaq istəyirsən, bir iş, ondan ötürü bir addım at. Yəni hətta bir addım belə atsan, o çox gözəl bir şeydir. Sonra İkiyə keçək, çox üstündə dayanmıyor. Mənfisini də deyim, qoy, əgər eləməsələr, o həmən o enerji onları elə bir ki sıxacaq. Yəni bax, enerji var ha, o enerji bizi məcbur eləyir. Get ya elə, eləmədinsə ya sıxılacaq, ya oradan bir elə bir şeylər baş verəcək ki, yəni sonra o qədər peşman olacaq ki, mən bunu eləmədim. Bax, eləmək istəyirdim ha. Yəni o enerji bizi rahat buraxmır. Yəni burada yenə deyirəm, bir dənə addım atmaq, elə belə sadə bir addım atmaq. Yenə vaxtımız azdır, yoxsa? Yox, indi yəqin ki bunun hələ var. Bir 15 dəqiqəmiz var. 2 rəqəm, ona görə deyirəm, ətraflı demək. Zaman-zaman onsuz da danışırıq, amma hər halda o əsas istiqamətləri deyin tamaşaçılarımızda. Tamam. 2 enerjisində hesabladıq, oldu 2. Bu 2 enerjisindən elə danışdım biraz, amma yenə də yəni küsürlərin barışması ən çox, ondan sonra bir əgər hətta məsəl üçün ailədə kimlərsə var, onları barışdırmaq düşər onun payına. Çünki 2 enerjisindədir. Yenə diplomatiya.
kimlərlənsə nəsə bir iş qurmaq, nəsə bir ara düzəltmək, ara buluculıq bir şeylər eləmək. Yəni çoxdandır məsələn kimlənsə danışmaq istəyir, sözünü demək istəyir. Tutaq ki, o bilir ki, gedib onunla danışsa yaxşı olacaq. Yəni alınacaq o şey. Düzdür, danışmaq ən çox boğaz çakrasıdır, 5-ə aiddir, amma 5-in səlahiyyətləri daha çoxdur. Məsələn, 2-də də yenə insan bir-biri ilə əgər məsələn müraciət edərsə, onunla danışarsa, danışmaqla bir-birinə sözünü çatdırarsa, o üzdən orada çox pozitiv bir şeylər baş verər. 2 əslində rəqəmlər çox şaxəlidir. Mən burada indi çox yəni ancaq bir hissəsini deyə bilərəm. Ondan yəni uzağa gedə bilmirəm. 2-dən sonra daha o qədər şeylər var ki, insan münasibətləri. Yəni burada sevgi verə bilərsən. Məsələn, sevdiyin adamdır, çoxdan xoşun gəldiyin bir kimdirsə, kəsdirsə, cavanlardan gedir söhbət. Sevdiyini deyə bilərsən, sevdiyini etiraf edə bilərsən, ürəyini aça bilərsən. Bax, 6-dır, bir də 2-dir. Bunlar ikisi də sevgi ilə əlaqəlidir. Yəni, oradan əgər 6 rəqəmində sevgi, mən deyirəm ki, məsəl üçün o biraz gəzmək, görmək, 6 sevdiyin insanla gözəl, xoş gün keçirməkdirsə, 2 daha mənəvi aləmlərə getmək, daha gözəl bir mənəvi aləmdə danışmaq, o adamla daha mənəvi yaxınlaşmaq. Çünki 2 istər-istəməz sən deyir. Sən deyərsənsə, o da sən deyəcək də. Burada bir-biri üçün mənəvi aləmdə yüksəlmə var. 3-ün enerjisi sosiallaşmağa daha çox, məsəl üçün egodur, sosiallaşmadır, özünü göstərmədir. Bunu mən dəfələrlə demişəm, amma o ayda insan əgər bax bir işə düzəlmək istəyirsən, addım atırsan, düzəlmir o bir aylarda. Bu ayda daha çox cəhd elə. Çünki 3-dür bu. 3 mütləq səni göstərəcək. Əgər sən 3 enerjisindəsənsə, sən görünəcəksən. Zaten o enerji səni göstərir. Sən məsəl üçün bir 5 nəfərin içərisində sən seçilirsən, o enerji səndə var. Get məsəl üçün, tutaq ki, işləyirsən, get patronuna müraciət elə qalxmaq üçün və yaxud maaş artırmaq üçün. Get patronuna müraciət elə, get müdürünlə danış. Get 3 həm də danışıqdır, sosiallıqdır, diplomatiyadır, amma danışıqla da, yəni o sözünü çatdırmaq, göstərmək. Bəlkə məsələn 2 enerjisində olsan, sən görünməzsən, amma 3 enerjisində olsan, sən görünəcəksən orada, o enerji gedəcək qabağa. Sonra 3 enerjisində çox vaxt insanlar bir də görürsən ki, məsələn 7-dir, depressiyadadır, payızdır. Yəni deyir ki, yox, getmək istəmirəm. Çağırırlar, gəl gedək falan yerə, gedək. Getmək istəmir, evdən çölə çıxmaq istəmir. 3 enerjisində mən həmişə deyirəm, gedin, gəzin, görün, 5 də belədir. Amma hərəsinin bir səlahiyyəti var. 3-də əyləncədir. Nə qədər çox əylənirsənsə, həmin ayda o qədər çox pul gələr. Bu belədir. Bəs 4? Hə, 4 biraz başqa şeydədir. Birincisi, sağlıqlarına fikir verməlidirlər. İnsan 4 enerjisində olanda sağlığına daha çox fikir verməlidir. Acaba məsəl üçün bir yer ağrıyanda daha ciddi ora baxmalıdır. Noyabrda daha ciddi yanaşmalıdır. Bəli, payızdır ona görə. 4 enerjisində bundan başqa 4. Əgər sən qabağa getmək istəyirsənsə, hər bir insan hər bir ayda, yəni cürbəcür planları olur da. Yeni bir şey edərsənsə, yeni bir addım atarsansa, çünki 4 bir rəqəminə oxşuyur biraz onların enerjisi. Niyə? 1-də də deyirik addım at, 4-də amma mən deyirəm ki, biraz fərqli addım at. Məsələn, həmişə bu işi görürdün, tutaq ki, yeşnəsək bir iş görürdün. Bu dəfə həmin öz işindən çölə çıxmamaq şərti ilə öz işində bir dənə, düzdür, 5-də də var o yenilik eləmək icadı. 5 tamamilə altını üstünə çevirməkdir. Amma 4 öz işində bir yenilik eləmək. O yeniliyi edərsənsə, o boynunun borcudur. Çox gözəl oradan səndə pozitiv bir geri dönüşlər ala bilərsən. Ümumiyyətlə, 4 enerjisində də, 8-də də indidən deyirəm, sədəqə vermək insanın, düzdür, biz hər ayda sədəqə veririk, amma insanlar bilinçli surətdə verərsə bunu, onun üçün nə olar? Önü açılar. Yəni, numerologiyada bunu deyir ki, yəni özün də bilmirsən, necə ki biz palnaloniya, yəni dolunay olanda deyirik ki, sədəqə verin, Peyğəmbərimizin də hədisi var, nə qədər versəniz özü sizə o qədər qayıdacaq. 4-ün də enerjisi belədir. Biraz da 4 çalışsa, vuruşsa, bir işdən ötürü əldən dildən getsə, çünki onlar çox zəhmətkeşdir, çox əzmkardır. Çox da gözəl pozitiv sonuçları alınır. 5.
5 ümumiyyətlə aktiv bir rəqəmdir. 5 enerjisində öncə onu deyim ki, ağızlarını çox kontrol, yəni mühakimə, Bir ağzına müzakirə. yiyəli elə. Ağzına yiyəli elə, yediyinə, içdiyinə də fikir verməlidir. Yəni orada Sırat körpüsüdür 5 deyən burada dövrəyə girir artıq. 5 enerjisində də bunlar gəlir. İstər-istəməz gəlir. İnsan istəyir ki, qeybət eləsin, danışsın, podruqaları ilə görüşsün. Məsələn, qeybət mən pis mənada demirəm. Hətta ola bilər ki, Nəsə müzakirə yenə etməkdə. deyirəm, yəni dünyadan da danışırıq, hər şeydən danışırıq. Bu 5 enerjisində dəyişimə, dönüşmə çox fikir versinlər. Təkcə bu danışıq qoyduq bir qırağa, bu heç. Əslində, məsələn, görürsən adamlar olur ki, özü də 5-dir, uğur rəqəmi də 5-dir. Onlar üçün heç olmaz. Onlar gərək çox diqqət eləsinlər. Bir də dəyişib dönüşməyə hazır olsunlar. Həmən məsəl üçün o ayda onlara nəsə dəyişib bir şey kimsə təklif edərsə, dəyişib bir iş, yəni ondan çox yararlansınlar. Çox olaraq və yaxud əgər təsadüf edərsə onlar xaricə gedər, gəzməyə gedər, səyahətə çıxar, nə bilim mən qonaqlıqlara gedər. Çox pozitiv ona təsir edəcək. Çünki onların uğuru oradan açılacaq. Gedəcək, məsələn, qonaq çağırıblar harasa, orada məsələn çoxdan işə düzəlmək istədiyi, tutaq ki, bir adamla tanış olacaq, o ona deyəcək ki, gəl səni işə düzəldim, filan yerdə iş var. Ya bax belə bir təkliflər olacaq yəni. Bax bu üzdən 5-də dönüşdürücü, dəyişdirici bir enerji olduğuna görə ondan istifadə etmək lazımdır. 6. 6 ən yaxşı enerjidir. Nəyə görə? Həm ailə, məsəl üçün qadın-kişi münasibətləri, ailə, uşaq çoxlu gəzsinlər, görsünlər. Məsələn, ailəvi necə deyirlər, yeməklərdə, içməklərdə, gəzməklərdə uşaqları çox sevindirsinlər, ailə sevindirsinlər. Üzrəm tamaşaçılardan bəzi mən tanıyan insan bəlkə bir 7-8 nəfər dedi, Kamala xanım o qədər düz deyir ki, demişdiniz 6, bir də hansısa rəqəm sevgi ilə, ailə üzvlərlə sınanır. Bəli. Deyir, ancaq elə ağlım kəsəndən, kəs yaşlarından ancaq bu. Həm ata-ana ailəsi də ora aiddir, deyir. Belə sınaqlarla. Bir də öz ailəm deyir. Deyir, daima hər şeydə, hər yeri, zirvələri fəth edirəm, amma gəlib o məsələdə çətindir. Bu alın yazısıdır mı deyir. Əlbəttə alın yazısıdır. Çünki biz nəyə söz veririk, ondan da sınanırıq. Onlar əgər 6 ilə gəlibsə, uğur rəqəmi 6-dırsa, yuxarıda söz verib. Və Allahın özü, yəni qarşısında onlar söz verir ki, bu sistem qarşısında mən gedəcəm, ən gözəl ailəni quracam. Ən gözəl həyat yoldaşım olacaq. Hər şeydə dözəcəm. Ən gözəl övladlarım olacaq. Yox, heç dözəcək, dözməyəcək eləyənlər də olur. Yəni deyim ki, sınanır bir-iki dəfə, sonra doğrudan da onu eləyir. Amma məsəl üçün o söz verdiyinə görə yuxarıda da ona hər şeyi göstərirlər. Deyirlər get. Məsələn, nənə-babalarım bundan keçə bilməyib. Yaxşı ailə ola bilməyiblər tutaq ki, amma sən söz verirsən, get sənə buradan güc verdik. Güc verilir nə barədə? Gedir o adam doğrudan da çəkici olur, karizmatik olur. Yəni qarşı cins tərəfindən istər kişi olsun, istər qadın olsun. Belə necə deyim, hamı ona baxır. Kişidirsə qadınlar ona baxır, qadındırsa kişilər ona baxır. Amma gəlir nə olur? Həmən adam gəlir ona sınaq yaşadan adamı seçir. O sınağı da yaşayıb, gərək o necə deyim? Elə düzdür, elə onlar da elə dedi. Bəs noyabrda bu 6-lar? Noyabrda 6-lar yenə onu deyirəm, ailəsinə fikir versin. Böyüklərə, məsələn, ailə böyüklərinə gözəl hörmət eləsinlər. Məsəl üçün, kişi öz yoldaşının atasına, anasına daha çox hörmət eləsin. İnanın ki, ailədə o qədər gözəlliklər baş verir onda. Qadın isə öz qaynanasına, qaynatasına, o ailə böyükləri deyəndə birinci öz valideynindən çox qarşı cinsin valideynləri. Ondan sonra indi də çox adam deyəcək ki, ay nə bilim qaynanam bizlə qanlı bıçaqdır. Yəni onun dəxli yoxdur. Lap xoşun gəlmirsə də zəng elə, mesaj yaz. Onu mən deyirəm həmişə. Hətta anası ilə küsülü olanlar var. Deyirəm səni görmək istəmir. Deyir ki, görmək istəmir Kəmalə xanım. Deyirəm bir dənə hədiyyə al, paketdə göndər. Özün getmə, qoy səni görməsin. Bir dəfə göndər, 2 dəfə göndər, gör ondan sonra səni necə sarılacaq boynuna. Onun da bir o kanalın açılan vaxtı olur da. Mən əziz izləyicilər, həm psixologiyada, həm numerologiyada, həm digər bu astroloji elmlərdə deyir, heç kim sabit olaraq kinli olmur. Birdən olur da, hətta oğlunu danışdırmayan an olur ki, deyir, yazıq görən ac qalmadı ki. Takım paltarını kim yuyur, tutaq hələ subaydı da, görəsən nə oldu? Halbuki güya qarğış eləyib, söyüb. Yəni, o açılan məqamda bəlkə elə Kamala xanım dedi,
hədiyyə paketi ona rahatlıq gətirəcək. Bəli, bax bu 6 enerjisində qoy onlar o kimsə küsülü varsa hədiyyə paketi göndərsin, gül göndərsin. Nə bilim mən ailə münasibətlərindən başqa yerdən danışmıram. Ailə daxilində uşaqları ilə gözəl münasibət eləsin, öz övladının könlünü alsın, yoldaşının könlünü alsın. Yəni artıq bunu hər kəs bilir ki, məsəl üçün bir ailə başçısı kişi öz qadını üçün xərclədiyi pullar ona 100 qat qayıdır. O yəni o qadının könlü xoş olursa başlayır dua eləməyə. Qadınlarda nə var ki, könlü xoş eləməyə. Yəni bu ailə yenə də ailə. Burada sadəcə onlar da yenə bu 3-də dedim əylənsinlər. Bunlar da yenə əylənməlidirlər. Əylənməklə, yəni o böyükləri sayaraq əylənməklə çox gözəl bir enerjidir. Ümumiyyətlə ən gözəl enerjidir. Vaxt gedir, 7-yə keçək. Bugün biraz bir 5-10 dəqiqə artır eləyək. Olar. Hə, sonra 7 enerjisi o ayda sənə özdə Səba müəllim, bu elə bir şeydir ki, bunu mən etməliyəm olmur ha. İnsanı doğrudan da itələyir o enerji. İtələyir ki, sən bunu et. İstər-istəməz birdən insana lap çox dua eləmək fikrinə gəlir də, deyir ki, ay Allah, bu nə olan şeydir, elə dua eləmək istəyirəm, elə Allaha çox yaxınlaşmaq, bax 7 odur. Bizi istər-istəməz daha çox bağışlanma istəməyə, daha çox şükür enerjisinə aparır, daha çox elə bir ki, nəsə öyrənmək, araşdırmaq, bax o enerjinin içinə giririk, eləsinlər. Bax o təkamüldür. O enerji, məsəl üçün, çox gözəl bir enerjidir. Heç olmasa, yəni düzdür, illərin o karmik qanunlara görə hansı aylarda daha çox dua etsək yaxşıdır. Məsəl üçün, ən ac ay var ha, aprel ayı. Aprel ayı yazda ən acda, yəni orada heyvan kəsilmir, ki balalayır, ondan sonra ət bir yandan olmur. Mermeyvə də hələ çıxmış olmur. Mermeyvə heç, ondan danışmıram, yeməkdən danışıram mən. O şeylər o ayda ən çox dua olunan aydır. Ən çox insanlar Allaha yaxınlaşan aydır. Yəni bunu bəzən çoxları fərqində deyil. Mən özüm birinci dəfə bu karmik qanunları oxuyanda, yəni adam doğrudan da deyirsən ki, nə qədər mükəmməl bir şeydir. Yəni bu 7-nin enerjisi budur. Araşdır, oxu, öyrən, bir özün üçün bir şey çıxard oradan. Allaha yaxınlaş, necə deyərlər, 7 təpə çakradır da. 8. 8 enerjisində, yəni özünüz bilirsiniz, 8 pul paradır. Ehtiyatlı olsunlar. Yəni mən 8 deyəndə hamı ki necə urra, belə əl çalırlar. Mən əksinə o 8-in təsirini öz həyatımda gördüyüm üçün, yəni 8-ə həmişə deyirəm, ehtiyatlı olun. Əlbəttə ki, pulun olan adam varsa, o onsuz da ağına bozuna baxmır. O deyir ki, pulum var, yatırım eləyəcəm. Amma gözləsinlər, 8 enerjisində, ay məsəl üçün 8-dirsə, tutaq noyabrda 8-ə düşüb, götürüb yatırım eləyə bilər çox rahatçılıqla, düşünmədən. Məsələn, pulu var, torpaq almaq istəyir. Məsələn, oktyabrda yox, noyabrda eləsə daha yaxşıdır. Çünki 8-ə düşür 18, noyabra düşür 18 enerjisi. Yəni heç nə də olmasa 1 qram, 2 qram qızıl alsın, qoysun. Pulu olanlardan gedir söhbət. Pulu yoxdursa ehtiyatlı olsun. Həmən ayda, həmən o 8-in enerjisində bu adamın karması varsa. Bilir də hər adam artıq, yəni azdan çoxdan məsələn analiz edənlər bilir. 8-dən karması varsa, ondan sonra 8-ci çakra boşdursa, yəni bu uzatmaq olar. O heç olmasa, yəni özü bilir ki, mən 8-dən bu dəqiqə yaxşı vəziyyətdə deyiləm. Borcum var, kreditim var, nə bilim mən nə var. Yəni o üstlənə bilər. Orada biraz ehtiyatlı olmalıdırlar. Çox düzəsiz, astroloji əfsanələrdə də yazır ki, noyabr qumarbazların uduzduğu aydır. Bəli. Yəni həmişə udanın da, yəni kimsə udur ki, kimsə uduzur, amma deyir, həmişə udanlar noyabrda uduzur. Pul barədə siz onu doğru deyirsiniz ki, qəfil hər şey əldən də çıxa bilər. Əlbəttə, əldən çıxa bilər. Mərc oyunları, o falan filan, onları da özüm demirəm, ancaq bunu hər halda bilirlər də ki, 8-dən dərdi tasası olan adam mərc oyunlarına ümumiyyətlə heç o tərəfə baxmalı deyil. Belə çox adam görsən futbola maç pul qoyurlar. Yəni bu dəqiqə moddadır. Yəni eləməməlidir. Hə? Etməməlidir. Əgər sənin borcun varsa, kiməsə borcun var, kreditin var ən azından, ondan sonra qətiyyən olmaz. Gərək o 8 enerjisində çox ehtiyatlı olmalısan. Sən yenidən o 8 enerjisində borca düşə bilərsən. 9-da deyin, yekunlaşdıraq. 9 enerjisində artıq burada bəli, qlobal bir şeydir də. Yəni 9 özünüz bilirsiniz ki, həm tamamlanmadır, həm başlanğıc da ola bilər. Çünki ildə tamamlanır təxminən. Bəli, 9 içində nə aparır? 1, 2, 3, 4, 9-a qədər bütün rəqəmlər var içində. O yüzden 9-da
9 enerjisində biz hətta o bizim ay enerjimiz olsa belə siz hədiyyə ala bilərsiniz. Siz sınana da bilərsiniz. Yəni çünki il, bax ilin içərisində bizim o düz 9 bir dəfə olacaq da. Bir enerjisi 2 dəfə olur, bir də 2, bir də 3. Hə, onlar 2 dəfə olur. Bu heç olmasa buna fikir versinlər ki, tamamlanma, mən həyatımdan çıxan o ayda məsələn nəyisə itirə bilərlər, iş itirə bilərlər. Halbuki o işdən çoxdan deyir bezmişəm bu işdən, bircə bu, nə bilim mən çox işləyirəm, nə edirəm. O işdən çıxa bilər və yaxud da ki, bir insanla öz həyatını ayıra bilər. Yəni mən evlilikdən danışmıram. Məsəl üçün birlikdəlik ola bilər. Və yaxud da ki, elə ola bilər ki, bir insanın doğrudan da üzünü gördün, dalaşdınız, küsüldünüz, o üzünü çevirdi, çıxdı, getdi. Onlardan ötürü üzülmək lazım deyil. Onlardan ötürü ay özümü öldürüm. Çünki 9 elə bir enerjidir ki, o İstəyər, əslində bax oradan da sınanırıq, əlində saxlasın, yardım eləsin, humanist. Hə yox, bunu görəsən mən düzmü etdim, səhvmi etdim, görən nə olacaq, səhərsi gün. Əgər Allaha güvənib, bax bütün rəqəmlərin bir şeyi olmalıdır. O siz keçən dəfə dediniz, sizin devizinizdir. Allaha güvənmək sonuna qədər, Allahım sənə sonuna qədər güvənirəm, keçmişi qəbul edirəm, bugünkü gündə təslimdəyəm, sabaha təvəkkül. Bunu etməyə bacararsa insan kökdən, bax belə Allaha kökünə qədər inanarsa, o zaman o 9-da itirdiyini heç bir, o həmin ayda əlindən çıxan heç nəyə yəni üzülməsin. Belə dediyinizə görə də o keçən dəfə hansısa veriliş idi, orada da danışanda ona görə mömin kəsim də deyir ki, adam dinə əsaslanıb, dinə söykənib danışır. Minnətdaram bir anons verim ki, dəyərli izləyicilər, verilişdən öncə Kəmal xanımdan dünyadan, özümüzdən, planlardan söhbət edə çay içirik. Mənə səslər dinlətdi. Nə qədər adam, düzdür, bəzən çox bütləşdirmə bizdə biraz qanımızda var. Mən deyirəm həmişə. Siz nə bilim yer kürəsində filan, yer kürəsində qarış-qarış gəzib, amma o minnətdarlıqdandır da. Adam əlac tapmayanda bir həkim sağaldanda deyirsən, nə bilim Allahın göndərdiyi bir mələksən. Əsası da var, öz aləmində o yanaşma tərzi edir. O qədər deyirlər ki, barışdı, 6 il küsülü qalan, 3 il küsülü qalan, evlilikdən vaz keçən, hamısını danışdıqca Kəmalə xanım onlara kömək edeyim, hamısı səs göndərirlər. Daha çox səslə işləyir, yəni səslə yazılır. Birinci növbədə səslə, əgər ikinci nəsə lazım olursa, ikinci zəng olar. Yəni, bax, bunu gördüm. Ona görə gələn verilişimizdə, bax, ailə danışmanlığından tez-tez deyirik. Bu küsürlər, hansı rəqəmlər, bəlkə bu dövrü bir küsürlülükdür, sonra barışmaq olacaq. Kəmalə xanımın bəlkə də ən yaxşı bildiyi bu sahənin xətti odur. Çünki ailə, bir fikir vermişəm, uşaq analizləri, valideynlər növbədə də az qala çox vacibdir və doğrudan da müraciət edirlər. Onu deyim ki, sözünüzdə kəsirəm, artıb uşaqlara görə müraciət edən. Uşaq analizi, bir də ailə, bizə nə lazımdır? Evladlarımız yaxşı həyat yaşasın, ailədə firavanlıq olsun. Əsas bu iki xəttin ikisini də Kəmalə xanım bacardığı qədər bütün o, hər halda mənə narazılıq edən olmayıb. Başqa adamlar olurdu, qonaqlarımız olurdu, görsən şikayət edənlər olurdu. Amma sizlə bağlı olarsa mən burada birbaşa efirdən də deyərəm. Doğrudan yoxdur. Mən bilirsiniz ki, obyektiv adamam, heç bir təmənnam da yoxdur. Gerçəkləri deyirik, istəyirik ki, insanlarımıza yardımcı olaq. Əsas Allah qiymət. Çox düşündürən o, yəni şeydir ki, uşaqların analizi. Yenə deyirəm, uşaqlarla baxırsan ki, uşaqlara məsələn ana müraciət edib uşaqlar üçün, baxırsan ananın da analizi lazımdır. Belə çıxır ki, yəni uşaqlar öz analarına bu dəqiqə analiz elətdirirlər və bilmək istəyirlər ki, ana da bilsin ki, yəni bu dünyada nə var, nə yox, necə inkişaf edir. Çünki ana ilə bala bəli təkamülü, bir də görürsən ki, yanaşıdır bir yerdədir. Və o ən çox mənim işlədiyim sahədir, ən çox sevdiyim sahədir uşaqlarla. Yəni əlbəttə ki, bir də ailə danışmanlığı siz bayaq dediniz. Yəni ailədə problem var. Yoldaş məsəl üçün ərlə arvad tutaq ki, keçinə bilmir. Ya hansısa problem var, yerinə qoya bilmirlər. Ya ümumiyyətlə qlobal bir problem var. Hətta anadan, atadan gəlir. Məkan məsələsi var, problemi var.
Orada çünki o zaman biz bütün o yəni ailə danışmanlığı da eləyirik. Gələn dəfə Bəli. məhz bu barədə danışacağıq. Bir də ona qədər sizin əgər Əslində ondan suallarınız elə çıxarsa. də böyük bir danışmaq Yox, mümkün aydındır. deyil. Yox, təbii ki. Onu gərək Deyirsiniz hər dəfə çox danışmaq olmur, amma o qədər gözəl izah edirsiniz, bir də görüş veriş başa çatdı. Yəni biz hər halda öz fikirlərinizi deyəcəksiniz. O doğru fikir bir dəqiqəlik də ola bilər. Nə bilim, mən bir dəfə nazik bir kitab yazmışdım şəhidlərdən. Dedilər nə nazikdir, deyirəm olanı yazmışam da, mən orada bəzəmə falan yoxdur. Orada amma yaxşı sözlər deyir ki, şəhid haqqında bir cümlə yazmaq da samballı, layiqli bir cümlə yazmaq da böyük dəyərdir. Bəli. Qalın kitabda onu ölçməməliyik. İndi siz də ola bilər 5 dəqiqə danışasınız. Sualdan çox sual var. Yağışa tutulmuşuq tamaşaçılar tərəfindən. Yəni ailə danışmanlığı, barışmaq, başqa ailə içində olan olayların çözülməsi orada ilə uşaqlar da nəzərə uşaqlar da alınır. mütləq Neçə ailədə neçə uşaq var, onlar da ruhsal aləmdə onlardan izin alınır. Hətta boşanma olarsa, nə bilim mən, yəni və yaxud da ki, hansısa bir yerə dəyişik getmək istəyirlər. Orada o uşaq özünü çox uşaqlar bir məktəbdən o biri məktəbə belə getmək istəmirlər, stres yaşayırlar. Bəli. Bunlar barədə danışarıq. Çox sağ olun Kəmala xanım, dəyərli dostlar. Daha bir maraqlı, ətraflı, təhlil dolu verilişimizdə başa çatdırdıq. Çox şükür. Sağ olun, var olun, elə yaşayın ki, ruhunuz həmişə sağlam olsun, şəfalı olsun. Sağ olun, salamat qalın.